Bura 12 Mart 2025-ci ildə istifadəyə verilən Bəhrəmtəpə qəsəbə istirahət parkıdır. Baxın, park gözəl və möhtəşəmdir. Bu bir neçə ay bundan öncə gördüyünüz həmin bu park Afrika cəngəlliğini xatırladırdı. Afrika cəngəlliğini bəli xatırladırdı. İmişli Rayon Ağsaqqallar Şurasının Bəhrəmtəpə Ərazi Təşkilatı İdarə Heyətinin üzvləri müraciət etdilər ki, bəs o cəngəllikdə təmir işi aparıb, təmizləmə işi aparıb, burada park salmaq istəyirlər. Və razılaşıldı, onlar təmizləmə işinə başladılar. Və gördüyünüz bugünkü belə bir gözəl park ərsəyə gəldi.